Döyüşmək özdə kimlər ki, səninlə döyüşür? Çünki başqa ayələr də var. Döyüşmək şəriətin hakimliyini qorumaq üçündür də. Yəni şəriət heç vaxt döyüşü məqsəd qoymayıb. Yəni İslamda cihad bir məqsəd, hədəf kimi təyin edilməyib də. Yəni hədəf kimi təyin edilsə, ilk gündən bəli, sadəcə olaraq o məsəl üçün Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Yəhudilər nədir? Onlar məsələn Mədinədə xəyanət elədilər. Bəli. Amma Peyğəmbər onları öldürmədi, qətliam eləmədi. Onları sürgün elədi. Bəli. Onlar xəyanət elədilər, xəyanətlərini başa düşdülər və bildilər ki, onlar cəza aldılar. Amma bu onlara dərs olmadı. Bəli. Getdilər təzədən yenə Xeybərə. Xeybərdə yenə başladılar Peyğəmbərimizi qarşı oradan mübarizə aparmağa, xəyanətlər eləməyə. Buna baxmayaraq yenə Allah elçisi deyir ki, dəvət. Bəli, yenə də yəni Mədinədə olan o özü Əhzab döyüşü vaxtı xəyanət eləmişlər. Təsəvvürünüzdə ən çətin bir vaxtdır ki, hər tərəfdən mühasirədəsən, içəridən də yəni bir üsyan qaldırıb xəyanət edirlər. Və hər durumda Allah Rəsulü onları bağışlayıb, amma yenə də siz demişkən gəlir orada döyüşdən öncə yenə də onlara İslamı dəvət edir ki, onlara bir şans versin. Bəlkə yenidən qayıdalar, bəli.